Qoğalın ən rahat hazırlanan versiyasını təqdim edirəm. 500 qram un götürürəm, yaxşıca əliyirəm, üzərinə yarım stəkan və ya bir qədər artıq ilıq su əlavə edirəm. Süd də istifadə edə bilərsiniz. 1 çay qaşığı maya əlavə edirəm, 1 ədəd yumurta, onu yaxşı-yaxşı qarışdırıram və 3 xörək qaşığı xama, yəni smetan və duz zövqə görə harca 1 dolu çay qaşığı və 100 qram kərə yağı, yumşalmış kərə yağı. Onları yaxşıca qarışdırıram, yoğururam, tam gözəl bir-birinə qarışmış gözəl bir xəmirimiz alınır və kündələri bölürəm 8 hissəyə. Arasını yağlamaq üçün 100 qram kərə yağı və 100 milli duru yağdan istifadə edirəm. Bir yerdə qarışdırıram. Kündələrimizi 10 dəqiqə gözləyəndən sonra onu açıram xırda-xırda. Bu texnikanın, variantın əsas hissəsi elə əsas məqamı buradan ibarətdir ki, biz xəmiri 1 saat, saat yarım xəmir şəklində yox, 10 dəqiqə kündə şəklində, sonra isə hər birini qapaq, qazan qapağı boyda açırıq balaca-balaca. Sonra aralarını yağlayıb bu cür siniyə düzürük və əsas mayalama məqamı prosesi məhz burada gedir. Və çox gözəl bir şəkildə əlimizlə oxlu belə istifadə etmədən çox incə bir şəkildə aça bilirik. Keçək içliyə 2 stəkan un istifadə edirəm və gördüyünüz kimi ədvalar hərəsi zövqə görədir. Siz istifadə edə bilərsiniz. Birlikdə qarışdırıram. Sonra üzərinə 100 qram kərə yağı əlavə edirəm. Bir qədər qovururam. Əlimlə də umac halına gətirirəm və unun qoxusu çıxana qədər qovururam, bəs edir. Və sonra hardasa 1 saat, saat yarım sonra mayalanmış həmin xəmirləri əlimlə gördüyünüz kimi açıram. Çox asan versiyadır. Əsasən börəklərdə çox istifadə olunur bu üsul. Türkiyə səhifələrində çox gördüm və düşündüm ki, qoğal xəmirini tək-tək bu dərəcədə aça bilməyənlər üçün məncə ideal variantdır. Siz də hazırlayın. Qalan bütün proseslər eynidir. Lent şəklində kəsirəm və hamısını büküb içlərini doldururam. Bizdə şor qoğalın içliyi çox sevilir. Ona görə də mən burada bol-bol doldururam. Amma istəyirsiniz ki, qoğalınız daha şişsin, daha belə qalxsın, onda içliyi bir qədər az istifadə edə bilərsiniz. Əlimlə də görürsünüz düzənləyirəm və qoyuram və onu da xatırladım ki, qoğalların hamısını hazırladıqdan sonra, içini doldurduqdan sonra da sinidə bir qədər gözlətməkdə fayda var. Çünki həmin vaxtda yenə o özü şişir, mayası, yəni onu qaldırır və gördüyünüz kimi ardınca yumurta sarısı ilə boyayıram, üzərinə qara çörək otu səpirəm. 200 dərəcədə alt-üst rejimdə sobada bişirirəm və qoğallar hazırdır. Siz də hazırlayın mütləq və səhifəmi izləyin, rəy yazın, layıqlarınızı da əsirgəməyin. Hər kəsin Novruz bayramını təbrik edirəm indidəndən. Hələlik görüşərik.